Cəllabad həqiqətən qəhrəmanlar diyarıdır və bu qəhrəmanlar bir növbədə bizim şəhidlərimiz ki, onlar öz canlarını, qanlarını, bu dövlət üçün, bu torpaq üçün, bu xalq üçün qurban verirlər. Allah cəm şəhidlərimizə rəhmət eləsin. İkinci dəstəsini bax, qazilərimizin bir hissəsi budadır, bax, gördüyünüz bu qəhrəmanlardır. Bunlar hər birisi bizim rayonumuzun fəxridir. Və bu qazilərdə biz həqiqətən də fəxr edirik. Amma bu günləri Ramanın günüdür. Bugün Ramanın günüdür. Bugün Raman haqqında qısa danışır. Raman həqiqətən dəyərli qardaşımızdır, dəyərli qazımızdır. Qazı bir şərəfdir. Xoş insan Allah ki, ömrünün axırına qədər o qazi adam şərəflə daşıyırlar və Ramal da elə qazilərimizdən biridir. Və bu günləri biz Ramanın gül bağlarının kiçik toyuna yığışmışıq. Allah xoşbaxt eləsin. Demək olsun ki, Allah bir ömür versin, böyük oyuna dəstəklə. Sənə də ki, həyatda yaxşı, yəni yaxşı aparmalı deyirəm. Arzum budur ki, o övladları üçün nə arzuysansa, Allah ona sənə nəsib edilsin. Və mən sonra Qaniz hökumətinin partisi adından, öz adından bir daha təbrik edirəm. Kamil Komutan, sözü sənə edirəm.